Bağışlayan və rəhm edən Allahın adıyla, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Ramazan ayı bayramı və Novruz bayramı, bunlar bu illəri üst-üstə düşdü. Allah Teala Ramazan ayında oruç tutanlarımızın oruclarını qəbul eyləsin, ibadət, itaat dualarını qəbul eyləsin. Ramazan ayı Allahın Qur'an-ı Kərimdə zikr etdiyi bir aydır. Allah Qur'an-ı Kərimdə buyurur ki, biz Qur'anı Ramazan ayında nazil etdik, Qədr gecələrində, Əhya gecələrində nazil etdik. Çox rəhmət, bərəkət, məğfirət dolu bir aydır. İnsanlar ibadətləri ilə, tutduqları oruclarla, etdikləri zikirlərlə bu aydan feyz aldılar. Və şükür Allaha ki, sağ-salamat biz Ramazan ayını başa çatdırdıq. Və bu ilki Ramazan ayımız bizim üçün iki qat bayramdır. Həm Ramazan bayramı, fitir bayramı, həm də xalqımız üçün müqəddəs olan, mübarək olan bizim milli bayramımız Novruz bayramından üst-üstə düşür. Bayram bayrama qarışıbdır. Bu bayramlar münasibəti ilə, həm Ramazan bayramı münasibəti ilə, həm Novruz bayramı münasibəti ilə bütün xalqımızı təbrik edirik. Bu ayda edilən dualar qəbul olur. Çünki Ramazan ayı o aydır ki, bu ayda Allahın rəhmət qapıları açılar, cənnətin qapıları açılar, behiştin qapıları açılar, atəş qapıları, cəhənnəm qapıları bağlanar, şeytan zəncirlənər. Bu ayda insanın duaları qəbul olar. Bu ayda oruçdan insanın yuxusu belə ibadət sayılar, nəfəsinə Allah Teala ibadət savabı verər. O da çox mükəmməl, bərəkətli bir aydır. Bu ay insanın Allahla razı niyaz etdiyi bir aydır. Aşiq ilə məşuqun görüş bir ayıdır. Və bu ayı inşallah şükür Allah ki, biz sağ-salamat başa vurduq, yola salırıq. Və Ramazan bayramı günü insan yaxşı olar ki, qusul versin Ramazan bayramının qusulun və Ramazan bayramı namazına gələndə yaxşı olar ki, insan axşamdan, Ramazan bayramı axşamı ki, artıq bəlli oldu, öz fitrəsini çıxarsın, fitrə zəkatını çıxarsın. Yaxşı olar ki, fitrə zəkatını axşam vaxtı ilə ehtiyacı olan müstəhəq insanlara versin. Onlar da bayram günlərini qeyd eləsinlər, bayram süfrələri açsınlar. Əgər bəzi insanlar ki, çatdıra bilməsələr, edə bilərlər ki, bayram namazına kimi, zöhr namazına kimi, yəni haçan imkanları olsa, o fitrə zəkatını verməlidir. Fitrə zəkatı adam başına indi bu illəri müəyyən edilib 5 manat, 10 manat, 15 manat, 20 manat. Yəni insan nə qədər çox fitrə zəkatı çıxarda bilərsə, ehtiyaclı insana yardım ola bilərsə, xoş onun halına. Ən minimum həddi şəriət kitablarımızda, dini kitablarımızda, fiqhi kitablarımızda buyurulub ki, 3 kilo buğda, arpa, xurma, kişmiş və bu kimi insanın istifadə elədiyi ərzaq məhsullarından olmalıdır. Yəni pulla da insan bunu çıxardıb verə bilər. Adam başına, yenə deyirəm, ən azından 5 manatdan başlayaraq ta yuxarı həddə kimi nə qədər imkan varsa verə bilər. İnsan fitrə zəkatını çıxartmaqla həm orucunun tamamlanmış olur. İnsan fitrə zəkatı çıxartmaqla orucluq vaxtı insan ki, ac qalıb, susuz qalıb, ac olan insanın nələr çəkdiyini, hansı hallar yaşadığını, acın halından xəbərdar olur, susuzun halından xəbərdar olur, ehtiyaclı insanın halından xəbər olur. Ona görə də insan fitrə zəkatı çıxardaraq bir daha ilahi bir hökmü yerinə yetirir. O ehtiyaclı insanlar ki, onlar istəyirlər evlərində bayram keçirsinlər, müəyyən ehtiyacları var. Fitrə zəkatı verməklə o ailələri sevindirmiş olur. Bu da fitrə zəkatının, oruclu bayramının tamamlanmasının bir məsələsidir və bu ilki Ramazan bayramımız həm də Novruz bayramı ilə üst-üstə düşdüyünə görə Novruz bayramının özünün də əməllərində Novruz bayramının quslu vardır. Novruz bayramı daxil olanda insan 2 rükət namaz qılması tövsiyə olunub, sədəqə çıxartması tövsiyə olunub. Ümumiyyətlə, həm Ramazan bayramında, həm Novruz bayramında bunlar ki, üst-üstə düşüb, nə qədər imkan varsa insan Allahla öz arasına razı niyaz eləsin, dualardan, istiğfarlardan istifadə eləsin. Necə Ramazan ayı insanlara xidmət, yardımlaşma, paylaşma ayıdır. Novruz bayramımız da bu şəkildədir. Küsürlər barışır, insanlar bir-birlərinin evlərinə qonaq gedir, ehtiyaclı insanların evləri axtarılır, süfrələr açılır və bu şəkildə küsürlər barışır. Baxın, bu ayda, bu bayramlarda nə qədər gözəlliklər, özəlliklər var. Allah bu ayı, bu bayramları bütün xalqımıza, millətimizə mübarək eləsin, xeyirli, bərəkətli eləsin. Bir daha deyirəm, Allah evlərimizə, ailələrimizə, məmləkətimizə, dünyamıza, bəşəriyyətə sülh, əmin-amanlıq, mehribanlıq, bol-bol həlal ruzi nəsib eləsin. Artıq neçə illərdir ki, biz
bu bayramları qalib bir xalq kimi qeyd edirik. Ərazi bütövlüyümüz, suverenliyimiz bərpa olmuş şəkildə qeyd edirik. Allah şəhidlərimizin məqamını uca eləsin, onlara rəhmət eləsin, onların ruhlarını bizə duası qərar versin, qazilərimizə şəfa versin, ölkəmizi, xalqımızı, millətimizi, dövlətimizi qorusun, üçləngli bayrağımızı bayraqlar içərisində uca eləsin. Bir daha bayramımız mübarək olsun, qıldığınız namazlar qəbul olsun, çıxartdığınız fitrə zəkatlar Allah dərgahında qəbul olsun. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.